Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub. Xəbər verilir ki, Mercedes-Benz markalı avtomobillə əks olağa çıxaraq qəza törədən 28 yaşlı Kənan Cəbbarova 5 il 6 ay həbs cəzası verilib. Hadisə ötən ilin sentyabrında gecə saat 22 radələrində Quba şəhəri Heydər Əliyev prospektində baş verib. Araşdırma zamanı müəyyən edilib ki, Kənan qəzadan əvvəl narkotik vasitələri olan metamfetamin qəbul edərək sərxoş vəziyyətə düşüb. O, avtomobili yüksək sürətlə idarə edərək əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkət edən 1982-ci il təvəllüdlü Elşad Qayıbovun sürdüyü maşınla toqquşub. Nəticədə Elşad aldığı xəsarətlərdən ölüb. Hadisə baş verən gün Elşadın bacısı övladının ad gününü imiş və o müəccizə gedərkən qəza ilə üzləşib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Cəbbarovun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib. Qeyd edək ki, hadisədən sonra dəhşətli qəzanın görüntüləri yayılmışdı.